ixtisasında imtahan mövzularından daha çox müzakirə edilən trigonometrik funksiyalar, tərs trigonometrik funksiyalar mövzusu olmuşdur. Buna görə də bugün istədim ki, həmin mövzuya aid bir test nümunəsini sizinlə nəzərdən keçirək. 10 nömrəli testdə verilmiş funksiyanın təyin oblastının tapılması tələb olunur. Bildiyimiz kimi, arccosinus x funksiyasının təyin oblastı -1,1 aralığıdır. Arccotangens x funksiyasının təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluq aralığıdır. Bu xassələri verilmiş funksiyaya tətbiq etsək, x-8 arccosinus funksiyasının arqumenti olduğuna görə x-8 1, -1 aralığında dəyişməlidir. Arccotangens x funksiyasına nəzər yetirsək, kök altı ifadə verildiyinə görə x-8 böyük bərabərdir 0 aralığında yerləşməlidir. Bu iki bərabərsizliyi sistem bərabərsizliyi kimi həll etsək, onların kəsişməsi 8-9 aralığına düşəcək. Gördüyümüz kimi testin düz cavabı D variantında verilmişdir. Siz də bu və daha maraqlı test nümunələri ilə tanış olmaq istəyirsinizsə, dərslərimizə qoşulun.